Axşamınız xeyirli olsun. Hər kəsi salamlayıram. İlk öncə özümü təqdim edim. Adım Cəmilədir. Ola bilər burada məni tanımayanlar var. Yeni xanımlarımız gəlir. Maşallah olsun. Hər gün yeni insanlar qoşulur bizə. Adım Cəmilədir. Artıq 6 ildir ki, Network sayəsində çalışıram və hal-hazırda Livgood şirkəti ilə əməkdaşlıq edirəm. Hansı ki 212 dövlətdə fəaliyyət göstərərək Amerika şirkətidir. Yeni bir inqilab edərək dünya sənayesində abunə sistemi ilə çalışır Livgood şirkəti və burada çox gözəl imkanlar var. Şirkətin ümumiyyətcə şəbəkə sistemlərindən tam fərqli tərzdə heç bir qol şərtləri olmadan, heç bir bal sistemi olmadan, yəni möhtəşəm şəkildə insanlara həftəlik, aylıq qazanclar verir. Hansı ki, bir ay ərzində 5 dəfə Livgood şirkətində qazanclar götürmək olur. Həqiqətən bu möhtəşəmdir. Yəni, biz istədiyimiz qədər limitsiz burada qazanclar qazana bilirik. Ümumiyyətcə, şirkət rəsmi bir şirkətdir. Dünya bazarında, Business Forum'da birincilikdədir. Və hansı ki, artıq 212 dövlət bu şirkətlə əməkdaşlıq edir, möhtəşəm şəkildə qazanclar əldə edir. Azərbaycanda da təbii ki, yenidir. Artıq yanvar ayından bu şirkətlə fəaliyyət göstəririk. Hal-hazırda komandanın sayı 2000-i artıq aşır. Çünki şərtlər çox möhtəşəmdir. Sadəcə ayda bir dəfə $10 abunə haqqı ödəyərək siz bu şirkətin bütün qazanclarından faydalana bilirsiniz. Hansı ki, bugün insanlarımız şəbəkə şirkətlərində çox uğursuz nəticələr əldə ediblər. Hansılar ki, çünki şəbəkə şirkətlərində qol şərtləri olduğu üçün xanımlarımız, yəni ki, qolları tarazda saxlamadıqları üçün, yəni ki, heç zaman uğurlu nəticələr əldə etməyiblər. Hər zaman, yəni şəbəkədə belədir ki, biz ancaq komanda qurmalıyıq, qol şərtlərini yerinə yetirməliyik, yəni bərabərləşmələri qorumalıyıq. Və Livgoodda isə bunların heç biri olmadığı üçün, yəni ona görə hər kəs burada çox rahat şəkildə gəldiyi həftədən belə qazanclar götürə bilir. Və birazdan yəni bu qazanclara necə nail oluruq, onlar barədə də təbii ki, izahlar verəcəm. Və biraz izah etmək istəyirəm ki, şirkətin yeni model olduğu abunə sistemi, ümumiyyətcə abunə sistemi nədir? Bugün biz araşdırsaq, təbii ki, abunə sistemi ola bilər Azərbaycanda yeni bir kimi səslənə bilər. Əslində, yəni illərdir Amazon özü də abunə sistemi üzərində çalışır. İllik, ümumiyyətcə, aylıq abunəsi $15-dır. Və yaxud Netflix var, Costco var, YouTuber bu günləri, yəni bu sistemlər hamısı abunə sistemi üzərindədir. Yəni, abunə ödəyərək biz həmən şirkətlərdən nələrsə faydalana bilirik. Hətta belə deyərdim də, bugün biz qaz pulu, işıq pulu, illik, yəni aylıq bunların ödənişini edirik və yaxud televizoru belə biz, yəni ki, abunə ödəyərək bugün televizoru belə istifadə edirik. Yəni, bu abunə sistemi dedikdə bunlar nəzərdə tutulmalıdır ki, insanlarımız bilməlidir ki, abunə bugün Livgoodda bütün insanlarına abunə olmağa ilk öncə çağırır. Çünki siz şirkətə abunə olduğunuz tədbirdə bütün şirkətin imkanlarından yararlanma imkanı verir sizə. Və ən gözəl tərəfi odur ki, biz digər, deyək ki, onda abunəlik var, Costco, Netflix, burada da abunəlik var. Amma bugün Livgood'un onlardan fərqi budur ki, Livgood bütün abunələrinə də qazanc verir. $1-dan $2047 qədər qazanc planı ayırır. Hansı ki, abunə olan hər bir şəxs şirkətə sadəcə ayda bir dəfə $10 ödəyərək şirkətin həm 75% məhsullarından yararlanma imkanı verir şirkət ona, həm də ki $1-dan $2047 qədər də qazanc planı sırf abunəçiləri üçün ayırır. Yəni, ən gözəl, özəl tərəfi də budur şirkətin, üstün tərəfi. Bundan əlavə şirkətin 7 növ qazancı var. Ümumiyyətcə, şirkət bizə qazanclarını 7 növ qazancı 3 hissədən təqdim edir. Hansı ki, birinci qazancı dedik ki, abunədən gələn qazancdır. Hansı ki, $1-dan $2047 qədər olan pasiv qazanc deyilir buna. Yəni, hər bir abunədən 25-4 abunədən $1
hər bir abunəçinin altında, yəni qeydiyyat olunmuş abunədən biz qazanc götürürük. Bu pasiv aylıq qazancdır və bundan əlavə ikinci qazanc tərəfi isə referallardandır. Üzürlüsən. Deməli, referallar nədir? Referal qazanclar ən mükəmməl tərəfidir ki, şirkətin. Düşünün ki, biz dəvət etdiyimiz şəxslərə görə də şirkət bizə əlavə 5 dollardan 25 dollara qədər komissiya ayırır. Yəni, pul verir bizə. Yəni, necə ki, bu günləri, belə deyim də, biz baxsaq ki, bu günləri adi bir Leo kart götürək, Leo Bank var da. Bilirik ki, Azərbaycanda Leo Bank var. Və bugün biz Leo Bank'ın linkini paylaşarıqsa, burada şirkətin strategiyası necə qurulub? Leo Bank istəyir ki, müştərilərini çoxaltsın. Və düşünün ki, siz Leo Bank'ın linkini paylaşarsınızsa bir kimsəyə, məsəl üçün, həmən adam da oradan girib, həmən banka üzv olarsa, Leo kart götürərsə və dərhal sizə də oradan pul gəlir, həmən şəxsə də pul gedir. Yəni, bu nə üçündür? Bu bir şirkətin strategiyasıdır. Bu bir müştərisini artırmaq üçün bir strategiya qurur şirkət. Və eyni şəkildə burada da, yəni Livgoodda hər bir müştərisinə, yəni abunəçi hər bir dəvət etdiyi müştərisi üçün şirkət birbaşa həmən müştəridən sizin özünüzə 5 dollardan 25 dollara qədər qazanc verir, yəni komissiya verir. Və bundan əlavə, hansı ki o şəxsi müştərimizdən əlavə də biz 50% bizim maaşlarımıza təsir edir. Yəni, ən mükəmməl tərəfi hansı ki biz aylıq qazanclarımız çoxaldıqca və bundan əlavə də biz şəxsi bir müştərimizdən birbaşa 50%-də maaşlarımızın üstünə əlavə olunur. Üzr istəyirəm xanımlar, bir dəqiqə. Üzürlü sayın. Və hansı ki referallardan biz şəxsi dəvətlər etdikcə, müştərilər dəvət etdikcə dərhal biz həftəlik komissiyalar qazanırıq. Yəni, birbaşa bir dəvətdən şirkət dediyim kimi 5 dollardan 25 dollara qədər bizə komissiya verir. Və bundan əlavə şirkət bizim üçün rütbələr də ayırır. Hansı ki biz şəxsi dəvətlərimizə görə həftəlik dərinlik qazanclar da götürə bilirik. Hansı ki bu limitsizdir. Həftəlik ürəyimiz nə qədər istəyirsə biz o qədər qazanclar qazana bilərik. Yəni, bu bizim şəxsi dəvətlərimizdən asılıdır ki, biz əgər həftəlik nə qədər şəxsi dəvət ediriksə, bu ayrı bir qazanc və bundan əlavə rütbələrə görə bizim üçün xətlər açılır. Məsəl üçün, 2 dəvətdən bizim üçün bronz rütbəsi olur, 2 xət açılır. Gümüş rütbəsi 4 rütbə verir, 4 xət açır bizə. Yəni, 4 xət deyəndə düşünün ki, siz şəxsi dəvətdən 50%-dirsə, onun dəvətindən 10%, onun dəvətindən 5%, onun da dəvətindən 5%. Düşünün ki, 4 dərinlikdən sizə qazanc gəlir. Və sonra bizim gold rütbəsidir, hansı ki 6 xət dərinlik sizə verir, qazanclar verir və düşünün ki, bu həftəlik qazanclar sizə daimi şəkildə artıq gəlməyə başlayır. Və siz, məsəl üçün, elə həftə ola bilir ki, artıq dəvət edə bilmədiniz, yəni ki, işləyə bilmədiniz həmin həftə, dəvətiniz olmadı, amma sizin dərinlikiniz var artıq. Çünki rütbələrə görə bizim üçün əlavə dərinlik, həftəlik qazanclarımız da gəlir. Yəni, bunun özü də mükəmməldir ki, hansı ki, siz burada sadəcə minimum 3 nəfər dəvət edərək dərinlik, həftəlik qazanclar qazana bilərsiniz. Bu minimum 3 nəfər deyirəm, əslində daha çox dəvət etmək sizin daha çox qazanmağınız deməkdir. Hansı ki, həm şəxsi 5 dollardan 25 dollara qədər sizə qazancınızı artırır, həm də əlavə olaraq məhcik bonuslar var. Hansı ki, bu, yəni belə deyək də, mən lori dildə deyirəm, sizin maaşlarınıza birbaşa 50% artım verir. Bu məhcik bonuslar. Yəni, o qədər mükəmməldir ki, düşünün ki, siz 10 xanım dəvət etdiniz, sadəcə 10 xanımdan başladınız və yaxud daha çox və yaxud 5 xanımdan başladınız, fərq etmir. Və siz bu 5 xanımda və yaxud 10 xanımında
Hər birindən 50% birbaşa sizin maaşınızın üzərinə gəlir və bu nə deməkdir? Düşünün ki, siz 10 nəfəri dəvət etmişsiniz və hər biri sizinlə bərabər 100 dollar qazanır. Siz də 100 dollar qazanmışsınız, onlar da 100 dollar qazanıb. Və düşünün, bu 10 şəxsi dəvət sizə ayırdığı üçün sırf şirkət bu qazancların onların 100 dollarları onlara da, yəni onlardan alıb sizə vermir. Əlavə olaraq şirkət onların 50%-ından, düşünün ki 100 dollar, əgər 10 nəfəriniz 100 dollar qazanıbsa, siz onların hər birindən 50% nə deməkdir? 50 dolları sizin maaşınızın üzərinə gəlir. Düşünün, siz də 100 dollar götürmüşdünüz aylıq. Və bu 10 dəvətinizə görə əlavə 50 dollarlar da sizin 100 dolların üzərinə gələndə hardasa bu 500 dollar edir, düzdürmü? Sizin qazancınız aylıq olur 600 dollar. Görün, nə qədər fərq elədi. Sadəcə siz 10 nəfəri dəvət etdiniz. Mən elə minimal dedim 100 dollar. Çünki get-gedə insanların qazancları ay-bay artmağa doğru gedir. Çünki altımızdan nə qədər abunələrimiz çoxalırsa, bizim aylıq qazanclarımız, məscid qazanclarımız daha da çoxalmağa doğru gedir. Və hansı ki, bizim şəxsi dəvətlərimizdən də daimi biz məscid bonusları baxın bu şəkildə qazanmış oluruq. Və üçüncü tərəfdən isə qazanc bizə gəlir məhsuldan, hansı ki, həm 50%, həm 10% biz məhsuldan da qazanclar götürürük. Təbii ki, bunun özü də möhtəşəmdir və qeyd edim ki, məhsullarımız hal-hazırda qida əlavələri, yəni üzbaxım qulluqları, təbii ki, burada şirkətin məqsədi 200 növ çeşid məhsulları önərməkdir bizə. Təbii ki, az-az, asta-asta məhsullar çoxalır saytda, hər ay yeni-yeni məhsullar gəlir. Və düşünün ki, burada ağlınıza gələcək, gəlməyəcək hər bir şeyin satışı mövcud olacaq. Hansı ki, iynə sapdan tutmuş, samolyot satışına qədər, nə bilim, səyahət satışına qədər, ümumiyyətcə də məişət avadanlıqları, tekstil, hər bir şeyin satışı bu saytda mövcud olacaq. Ona görə biz bu günləri, yəni ilklərdən olaraq hər birimiz yəni yerlərimizi tuturuq sadəcə, şirkətin möhtəşəm qazanc planından qazanırıq və bu şəkildə həm də şirkətin istədiyimiz zaman, yəni məcburiyyət olmadan, istədiyimiz zaman məhsuldan da alış-veriş edə də bilirik. İstəmiriksə, etmiriksə, təbii ki, bu məcbur deyil. Yenə də biz şirkətin qazanclarından qazanırıq. Və mən bunlara sizə səsli şəkildə istədim izah edim və sizə marketinq planı da lövhədə də izah edəcəm, rütbələrə necə çatırıq və necə biz qazanclar götürürük. Və istəyirəm biraz da lövhədə izah edim və bugün çox möhtəşəm bir sürpriz qonağımız da olacaq. İnşallah birazdan açıqlayacağım. Ümid edirəm ki, görünür hər bir şey. Zeynəb, görünür hər şey. Səsimiz, adım gəlir. Aha, yaxşıdır hər şey. Baxın, xanımlar. Demək, burada, gəlin belə edək də. Düşünün ki, bu siz qeydiyyatdan keçdiniz və şəxsi bir dəvət gətirmişsiniz. Baxın, bir dəvət gətirmişsiniz. Şirkət ona görə deyirik ki, gəldiyiniz andan hər kəsə eyni şəkildə. Siz də bir dəvət edirsinizsə, dərhal bunun 50% qazancı sizindir. Baxın, 5 dollardan. Bəli. Biraz hərdəsə bulanıq var, ya uzaqlaşdırın telefonu zəhmət olmasa. Təşəkkür ederim. Yaxşıdır mı? Bəli. Baxın, bir dəvətdən 5 dolara qədər sizə sadəcə bir dəvətdən komissiya gəlir. Baxın, bu daimi belədir. Siz fərq etmir. Bunu həftəlik neçə xanım dəvət edirsinizsə bir gün ərzində, düşünün ki, bu qazanc sizindir, bir müştəridən belə. Və deyək ki, ikinci müştərində dəvət etdiniz və bu zaman nə baş verir? İkinci müştəridən də eyni qaydada siz bu qazancı götürdünüz və bundan əlavə siz bu iki şəxsə görə artıq bronz oldunuz. Şirkətin ilk karyeri bronz və sizin üçün 2 xətt açıldı.
2 xət. Və bu 2 xət nədir? Bu sizin şəxsi dəvətiniz sizə 50% qazanc verdi. Və bunun da şəxsi dəvətindən, baxın 2 xət açılıb sizə, 1, 2. Bunun da şəxsi dəvətindən sizə 10% qazanc gəldi. Düzdürmü? Çünki siz bronz rütbəsini açdınız və sadəcə 2 nəfəri dəvət etməklə. Və o qədər rahatdır burada rütbələri də açmaq. Və burada ikinci kariyer, yəni ikinci rütbə bizim üçün gümüş rütbəsidir. Gümüş rütbəsi sadəcə siz 3 nəfərlə də başlayıb gümüş ola bilərsiniz. Yəni 4 xət açılacaq sizin üçün, 4 xət. 3 nəfərlə də başlayıb gümüş ola bilərsiniz. Baxın 3 nəfərlə. Və yaxud 10 nəfərlə də başlayıb. Burada siz yenə də 3 nəfəriniz sizinlə bərabər aktiv şəkildə işləyirsə, bu 10 nəfəri də gəlib, hamısı, baxın, bu yazdığınız 10 qeydiyyatlar hamısı gəlib bura düşür. Yəni, harası getmir. Sadəcə soldan sağa doğru, bax, belə qeydiyyatlar gedir. Yəni, bunu da robot yerləşdirir. Bütün boşluqları robot doldurur. Biz etmirik. Biz sadəcə qeydiyyatı edirik. Robot özü ədalətli şəkildə bütün bu 10 qeydiyyatı soldan sağa, baxın, soldan sağa doğru, bax, belə şəkildə qeydiyyatları aparır. Bu şəkildə. Yəni, özü yerləşdirir buna. Və baxın, burada biz deməli dedik, gümüş rütbəsinə görə bizə 10 deyək ki, dəvətimiz var. Komanda ilə birlikdə 20 nəfər tamamlanırsa, biz o zaman gümüş rütbəsini açmış oluruq və bizim üçün dərhal 4 xət açılır. Deməli, 2 xət açılmışdır. Deməli, bu 3-cü xət bizə 5% verir qazanc və növbəti 4-cü xətdə yenə də 5% bizə qazanc verir. Düzdürmü? Və sonra burada 3-cü rütbə gold rütbəsidir. Gold rütbəsi üçün də biz eyni qaydada 10 dəvətlə də biz gold ola bilərik, 3 dəvətlə də gold ola bilərik, hətta 30 dəvətlə də yenə də gold ola bilərik. Yəni, burada şəxsi dəvətlərimizin çox olması şəxsən, baxın, bu insanın özünə xeyirdir. Bu insanın özünə, hansı ki biz deyirik, aylıq maaşına təsir göstərir, sırf bu insanın özünə. Baxın, bu yadınızda olsun. O qədər ədalətli bir sistemdir ki, sizin şəxsi dəvətləriniz sizə verir 50% qazancı. Sizin üstünüzdəkilərə sadəcə abinə qazancı olacaq. Amma sizin özünüzə şəxsi 10 dəvətli, 3 dəvətli və yaxud nə qədər olur olsun, daha da başucalığınız. Şəxsən sizin özünüzə 50% qazanc verir. Və gold rütbəsinə görə də dediyim kimi, siz 3 nəfərlə və yaxud 10 nəfər və yaxud 30 nəfərlə gold ola bilərsiniz. Hansı ki, ümumi toplam şəkildə komandada 100 nəfər toplandısa, siz gold olaraq sizə 6 xət açılacaq. Və 6 xətdə yenə də, baxın, 2 əlavə edirəm, 3% və 2%. Baxın, açıldı. Və sonra platin gəlir bizdə. 4-cü rütbə platin. Hansı ki, platin rütbəsində də 8 xət açılır. 8 xət açılır və hansı ki, eyni qaydada, baxın, burada necə dedimsə, eyni qaydada bizə 8 dərinlik açıldı. Baxın, 8 dərinlikdə yenə də 2% və 1%. Baxın, bu şəkildə. Və sonuncu rütbə almas rütbəsidir ki, ən möhtəşəm rütbə. Hansı ki, bizə 10 dərinlik verir. 10 xət bizə dərinlik verir. Və baxın, bu şəkildə. 10 dərinlik, baxın, 1 tam, 10-da 5. Baxın, yenə də 1%. Yəni, bu 1% olsa da, qızlar, bu xətdən gəlmir bu qazanc. Düşünün ki, bu qazanc, bu dərinlik qazanc, burada sizin 3 dediyim ki, 3 şəxsiniz var, sizinlə bərabər bu yola çıxıb, bu 3 şəxsdən dərinlikindən gəlir. Yəni, bu bir dənə dərinliki sadəcə mən burada belə göstərirəm ki, sizə aydın olsun. Nə qədər dərinliklərində insanlarınız varsa, nə qədər belə dərinliklər qurulursa, onların hər birindən siz bax, bu dərinlik qazancları götürürsünüz və bu sizin həftəliyinizə təsir edir. Hər həftə düşünün ki, siz elə həftə olur ki, dəvət edə bilməsəz də, çünki sizin dərin bir artıq strukturunuz qurulub. Və bunun üçün də, bu strukturu qurmaq üçün də mütləq sizin minimum 3 dəvətiniz və daha çox dəvətiniz olmaq çox vacibdir, xanımlar.
Minimum 3 dəvət, çünki həftəlik qazanc verəcək sizə. Həm həftəlik, həm aylıq qazanc. Yəni, baxın, iki nəfərlə bronz olursunuz təbii ki. Amma siz 3 nəfərlə isə, baxın, bu həftəlik qazancları qazanırsınız. Ona görə hər bir kəsin 3 dənə minimum dəvəti olmaq, təbii ki, o da sizin yolunuzu təkrar edib də, o da sizin kimi işləməyə gəlib, o da doğrudan da dərinlik qazanclar istəyir, həftəlik istəyir. Artıq daha çox pullar qazanmaq istəyirsə, o da sizin yolunuzu təkrar edəcək. Sadəcə o da 3 nəfərini gətirdi. Və yaxud daha çox gətirdi, özünün başlıcalığıdır. Çünki birbaşa şirkət onun özünə o qazancları verəcək. Baxın, o qədər ədalətli bir sistemdir. Hər kəsin əziyyəti birbaşa özünə dəyərləndirilir. Yəni, burada artıq izah etmək istədim ki, yəni, biz rütbələrə görə, baxın, 3 nəfərlə və yaxud 10 nəfər və yaxud daha çox dəvətlərlə də bu dərin qazancları əldə edə bilirik. Ümid edirəm ki, bunu izah edə bildim sizlər üçün daha aydın şəkildə. Bacardığım qədər loru dildə izah edirəm ki, hər kəsə aydın olsun. Belə xanımlar, birazdan indi suallarınızı da verəcəksiniz. Mən indi istəyirəm ki, artıq yarım saatımız tamamdır və istəyirəm sizlərə bugün möhtəşəm bir sürpriz qonağımız var. Sizə indi baxın, bizim üst liderlərimizdən olan Tuba xanım bugün bizimlə bir yerdə olacaq. Tuba xanım, sizi alalım. Merhaba Cemile liderim. Nasılsınız? Akşamınız xeyir olsun Tuba xanım. Xoş gördüm sizi. Hoş bulduk. Ben de sizi hoş gördüm. Ağzınıza sağlık. Her şey çok güzel. Çok güzel anlattınız. Teşekkür ederim Tuba Hanım. Bize görüntülü olsa daha güzel olur. Ben çok anlamıyorum Telegram'ı falan. Yeni bastım. Söylediniz. Hoş gördüm sizi Tuba Hanım. İlk önce size bir teşekkür edelim. Bugün burada olmamızın sebebi de biz sizsiniz. Yani bizim burada Türk kardeşlerimizle güzel bir ekip kurmuşuz. Maşallah olsun. Çok güzel gelir her şey. Size sözü bırakırım. Bir konuşun bizim için. Nasıl oldu? Siz Livgut'a nasıl geldiniz? Neden Livgut'u seçtiniz? Çok meraklı bizlere. Buyurun. Ben Ankara'da yaşıyorum. 3 çocuk annesiyim. Öğretmenim. Şu an mesleğimi yapmıyorum. Çocuğumdan dolayı bıraktım. Evde onun özel eğitimiyle ilgileniyorum. Biraz engelli. Ondan sonracığıma ben de evde ararken artık network işinden sıkıldım. Zaten bir networkçu da değilim aslında. Daha önce yaptım, sıkıldım, yaptım, sıkıldım. Çok çabuk sıkılan bir insanım normalde de. Ondan sonra neyse burada Doğan Bey bir şey paylaşmıştı. Dikkatimi çekti. O videoyu izledim. Ben de dedim evde oturuyorum. En azından kafamı dağıtırım. Kafamdaki her şeyi unuturum diye bu işe başladım. Ben de çok pes ettim. Pes ettim, tekrar başladım. Pes ettim, tekrar başladım. Sonra Ayten liderimle tanıştık. Sonra Elduze liderimle tanıştık. Derken Azerbaycan ekibi bir bakmışım. Hani gözümü açıp şimdi kapatmaya bir büyümüş. Ben bile farkında olmadım. Aslında ben size teşekkür ederim. Hepinizin emeklerine teşekkür ederim. Hani sizin sayenizde oldu. Çabaladınız, emek verdiniz, hiç yılmadınız, pes etmediniz. O kadar zorluklara rağmen burada baş başa göğüs gererek devam ettiniz. Aslında ben size çok teşekkür ederim. Teşekkür ederim liderim. Liderim siz burada kaç aysınız? Ben 6-7 aya girdim bu ayla 7 aya girdim. Çok güzel, muhteşem. 7 ayda Türkiye ekibimle birlikte 2352 kişi olduk şu an. Maşallah, maşallah olsun. Çok Daha güzel, da gerçekten çok güzel bir işin içindeyiz. Bugün bütün herkes, bütün dünyayla işleyebiliriz, bütün dünyayla işbirliği yapabiliriz. Bu çok güzel bir şey hakikaten. evet. Yani siz de yani sanmayın
ki hani bir insan oluyor gerçekten sihirli değnek gibi hayatınıza dokunuyor. Bir insan 1000 kişi yapabiliyor. Bir insan yani 5000 kişi yapabiliyor yani. Hiç yani farkında bile olmuyorsun. Sadece inanmak yeterli. Ben inandım. Dedim ki bu bana bir şey. Hani ben bırakıyorum sürekli. Belki bazen sağlık sorunlarım oluyor. Bazen diyorum çocuğuma yetemiyorum düşüncesiyle. Diyorum hani bırakayım, çocuğuma ilgileneyim. Yok diyorum ya niye pes edeceğim diyorum. Tekrar kaldığım yerden geri devam ediyorum. Ama gerçekten dışarıda ben mesela ücretli öğretmenlik yaptığım zaman bu kadar maaş almıyordum. Burada alıyorum. Tuba Hanım, sizi burada ne celbetti? Yani Livgood'un hansı imkanları sizi daha çok celbetti? Burada ürün satma zorunluluğu olmaması beni cezbetti. Bir de referans gelirinin %50 olması beni cezbetti. Diğer taraflarda %6, %10 arası bir kazanç sağlıyordu. Bir de ciro eşitleme, kola eşitleme sistemi vardı. O yüzden ciroyu tamamlıyorduk, ürün alıyordum, ürünler elimde kalıyordu mesela. Yani bir ay birine satsam ikinci ay kimseye satamıyordum. Hep cebimden alıyordum, koyuyordum kenara. O benim için bir sıkıntıydı. Burası o yüzden çok güzel. Hani ürün almıyorum, alsam bile kendim kullanırım. Evet, Satış derdim yok. hakikaten öyle. Çok güzel bir yerdeki, hakikaten öyle. Çok rahat şartlarla kazanç elde edebiliriz. Bize ne tavsiye edersiniz? Komandaya, ekibe ne tavsiye edersiniz? Ekibe her zaman birlik ve beraberlik içinde çalışın. Yani ben bazen yetiyorum, özelden sorduğunuz zaman cevap veriyorum ama her zaman sponsorunuzla hareket edin. Bir şey yaparken sponsorunuza danışın. Hani onun çözemediği bir şey olduğunda hep birlikte çözün. Beyin fırtınası yapın. Üst tarafa gitmeden, bir alt tarafa gitmeden. Yani siz zaten en iyisini biliyorsunuz. Ben anlatmayın. İnşallah, inşallah Mayıs'ın biri de görüşürüz Allah'ın izniyle. Çok Teşekkür ederim. Benden sabırsızlıkla bir artık çok az varsa bir sayılı günler kaldı. İnanın ki hazırlaşırız. Aman ki günlerimiz çok yakınlaşmış. 4 İnşallah günümüz kaldı. yüzleşe 4-5 günümüz. görüşürüz. Çok hoş olur bizler için. Ee, Görüşeceğiz. Hanımlar Benden bir bakın isteğiniz varsa Ankara'dan getireyim. inşallah. Hanımlar suallarınız varsa bakın Tuba Hanım karşınızda, ben karşınızdayım. Belki ürəyinizdən keçər bir sualınız varsa, yani buyurun Tuba Hanıma verebilirsiniz.